Salam. Bugün MVC5 dərsimizin növbəti bölümünü çəkəcəyik. Hazırlayacaq sizlərlə. Bu dərsimizdə nədən bəhs edəcəyik? Ona nəzər yetirək. Konseptual sxemimizdə olan bu qrafikə nəzər yetirsək və burada JavaScript resultlardan bəhs etmək istəyirəm. Bir öncəki dərsimizi izləmişsinizsə, əgər orada content resultlardan bəhs etmişdim, JavaScript resultı da, yəni həmin nümunə üzərindən istifadə etməyi izah edəcəm və hansı problemlərin həllində istifadə etməyimiz bizim üçün yararlıdır, çalışacağım ondan bəhs edim. JavaScript result ümumi mənada bütün action resultlar öz fərdi xüsusiyyətləri vardır ki, JavaScript resultında özünə aid öz xüsusiyyəti vardır. Misal üçün JavaScript result hər hansı bir JavaScript kodun geriyə qaytarır action result olaraq və xüsusən hesablama sistemlərində, daha doğrusu hesablama sistemi deməyək, statistika məsələlərində hesabat səhifələrinin hazırlanmasında, hesabat dedikdə raporları nəzərdə tuturam, reportlar, deməli, xüsusi hesabatlara əsasən xüsusi JavaScript kodlarını yaradıb ekranda istifadə etmək üçün JavaScript resultlardan istifadə olunur. Bugünkü dərsimizdə biz bunu bildirişlərin müəyyən funksiyonallaşdırılması üçün, yəni bildirişin üzərinə klik etdikdə bildirişin açılmasını təmin etmək üçün, əsas kontenti görmək üçün biz bu JavaScript resultdan istifadə edəcəyik. İndi isə praktik olaraq necə edə bilərik, ona baxaq. Keçən dərsimizdə biz dünənki dərsimizdə gün olaraq desək, dünənki dərsimizdə content resultlardan bəhs edib, hansı ki biz bildirişləri ekrana çıxarmışdıq. Bir də baxaq necə işləndiyindən. Deməli, bizdə home notification bu cür bildirişləri göstərə bilirdik. İndi isə əslində bildirişlər bu cür olmamalıdır. Bildirişlər bildiyimiz kimi ekranın sağ aşağı küncündə ya sol aşağı küncündə çıxmalıdır və biz istədiyimiz anda həmin bildirişlərə klik edib əsas konteksti, yəni əsas mətni görə bilərik. Bunun üçün də biz indeks səhifəmizə gələk və indeks səhifəmizdə formalaşdıraq həmin strukturu. Deməli, bu divi bağlayıram və həmin divdən aşağıda, yəni body tagları arasında birinci divdən aşağıda yeni bir div yaradıram. ID-si olsun notification container olsun, sonra bir div olsun ID olsun notification olsun, ondan aşağıda da bir script olsun bizdə, script tagımız olsun, ID-si olsun dynamic script və beləliklə elə edək ki bu div bizdə ekranın sağ küncündə dayansın. Bunun üçün müəyyən
CSS və CSS kodlarımızı yazmalıyıq. İlk öncə belə etmək istəyərdim. Hazırda bir script papkası yaradaq. Hansı ki bu ekrana bu cür çıxan bildirişləri bir divin içində göstərək. Hələ ki bunun üçün script faylı yaradıram. Script olacaq bizdə fayl. Evet. JavaScript faylı. Notification olsun. Notification test. Burada bizə hansı funksiyalar lazımdır? Hansı ki bizim bu content resultımız vardı. Notification adında bir action'ımız vardı. Həmin action'dan məlumatları Ajax olaraq gətirmək üçün, yəni Ajax ilə gətirmək üçün bir funksiya yazmaq istəyirəm. Function deməli olsun get notifications user'ın ID'si olsun. User'ın ID'si olsun. Funksiyonumuzu da tamamlayaq. Ajax ilə məlumatı çəkəcəm. Və Ajax kodlarımızı yazıram bura. URL olmalıdır bildiyimiz kimi birinci. Sonra bizdə olacaq type post URL'imiz home. Deməli kontrollerimizdəki notification action'ımız. Sonra type'dan sonra bizdə olacaq content content type'ımız application JSON. Charset olacaq. Charset bərabərdir TF8. Sonra datamız olacaq. Bizdə JSON olaraq ID 2. Parametr kimi götürdüyümüz ID. Bu user ID də ola bilər. User ID. Biz də bura user ID-ni göndərəcəyik. Sonra user ID. Bundan başqa bizdə deməli success funksiyası olmalıdır. Yəni Ajax ilə müraciət elədim, success. Normal keçəndə icraat nə olsun? Success funksiyasında function data deyirəm. Virgül qoyuram. Error olsa nə olsun? Function error. Deməli nöqtə log console log olsun. Erroru yazsın bura. Success'də də nöqtə info metodu ilə bizə datanı yazsın. Yaxşı. Bunu yoxlamaq üçün. Lakin mən belə bir şey edirəm həmişə. Belə daha səliqəli olar. Bu funksiyonları Ajax-da yazdığım kopyalayıram buradan, daha doğrusu kəsirəm. Buraya yapışdırıram və function ad verirəm. Notification success adı funksiya kimi bura ötürəcəm. Ajax-a ötürəcəm. Sonra bu funksiyonu buradan kopyalayıb, yəni kəsirəm, daha doğrusu kat edirəm.
adı verəcəm. Notification error. Bu funksiyanın adını da bura qeyd edirəm. Yəni success olanda bu funksiya işləsin, error olanda bu funksiya işləsin və hazırda mənə nə cür, yəni nə kimi məlumat qaytaracaq onu yoxlamaq istəyirəm. JavaScript faylında yazdım lazımi kodlarımı. İndi bu JavaScript faylındakı kodları işlətmək üçün, yəni index view'umda işlətmək üçün birinci mütləq JavaScript faylın bizdə olmalıdır. Yəni keçən dərslərimizdən bilirik. Həmin bu JavaScript faylı baxıram ki, məndə əlavə olunub keçən dərslərdən. İndi yenidən əlavə edəcəm. jQuery minimum faylını atıram hit taglər arasında qeyd edirəm ki, yəni bu fayldan gedib məlumatı gətirəcək. Məlumat gətirəcək deyəndə JavaScript kodlarını bura referanslayacaq demək istəyirəm. jQuery'miz normal olduğu halda indi bir də mən notification, yəni hazırladığım JavaScript faylında sistemə əlavə edirəm view-a və view-a əlavə etdikdən sonra dokumentin ready olma anında həmin funksiyanı çağırıram. Burada çağırmaq istəmirəm. Çünki bu JavaScript köhnə dərslərdən qalan JavaScriptdir. Bunun yerinə belə bir şey yazaram. Deməli dollar işarəsi document nöqtə ready function. Burada bir neçə funksiyaları çağıra bilərəm. Həmin funksiyalardan biri də bu notification funksiyasıdır. Mən hazırda birinci user üçün çağıracağım bunu. Birinci userə gələn məlumatları göstərsin. Belə bir şeydir. Bir də alert qoyacağım bura ki, yəni heç olmasa bu funksiyanın işlədiyini görək. Test. Görək həqiqətən bu test mesajı bizə çıxacaqmı ekranda. İndi isə biz proyekti işlədək. Və görək nə göstərir. Bəli, test mesajı çıxdı bizə, deməli işlədi ora. İndi baxaq görək məlumat gətiribmi, gətirməyibmi. Konsola baxıram və görürəm ki, həqiqətən də həmin content resultdan gələn məlumatları gətirib JavaScript-lə və yazıb konsol ekranına. İndi isə bu konsol ekranına deyil, bizim burada hazırladığımız notification divi daxilinə yazmalıdır. Bunu da necə təmin edərik? Gəlirəm notification.js faylımıza, həmin faylda success bölməsinə. Success bölməsinə gəlib jQuery kodlarımızı yazırıq. Hansı divə yazsın? Div notification ID-li divə yazsın. Notification ID-li divə yazsın. Əla. ID-lidirsə əgər DS olacaq. ID də bir dənə olduğu üçün div yazmamıza ehtiyac yoxdur. DS notification, yəni ID-yə görə filtr verirəmsə jQuery-də DS ilə yazıram. Burada gördüyümüz kimi IDC notification-dır həmin divin. Ona görə DS ilə yazıram və .html mail dedikdə .html deyəndə biz nəzərdə tuturuq bura. Yəni bu divin açılış və bağlanış tagləri arasında bu div taglə. Bu iki tag arasında olan məsafə onun HTML-dir və HTML-i bura yazması üçün kodu, yəni
burada gördüyümüz kimi qeyd edirəm. HTML deyirəm və datanı mənimsətsin HTML-ə. Bu notification obyektinin HTML-inə. İndi görək nə olacaq. Test və göstərdi. Artıq biz bu test mesajını buradan yığışdırıram. Gəlirəm. Təzədən açıram bunu. İndi isə biz müəyyən bir dizayn verək ki, hansı ki bu div notification container'dır. Müəyyən bir hissədə dayansın. Belə bir şey. Display line block deyirəm. Biz olsun 350 piksel, sonra 350 piksel, border 1 piksel, solid deyib boz rəngdə edirik. Padding deyib 5 piksel edirik. Sözlər tam olaraq yapışmasın borderə. Sonra position fixed deyirik. Fixed dedikdə, yəni istədiyimiz yerdə dayansın demək istəyirik. Sonra fixed dediyimiz üçün mən bu bildirişləri sağ tərəfdə görünməyini istəyirəm. Right deyib 30 piksel sağ tərəfə aparıram və deməli bottom deyib 10 piksel aşağı deyə hizalayıram və həmin pozisiyaya yerləşdirirəm. Bu bildirişlər divin və indi CSS faylına gəlirəm, yazdığım CSS-ləri yapışdırıram. Hansı test deyirəm. Blok KD deyib normallaşdırıram formatı. Gəlib bir də baxıram, notification containerə verəcəm həmin style'ı və bu cür buraya yapışdırıram. İndi bu style'ın tətbiq olunması üçün bunu da mütləq hit tagləri arasında referanslamalıyam ki, bu style'dan referans alsın. Yerləşdirəndən sonra gəlib baxıram, bir də yerini yetirirəm və görürəm ki, artıq bildirişlər burada qaldı. İndi müəyyən CSS tətbiq edib və JavaScript daha doğrusu CSS tətbiq edib, burada bildirişləri müəyyən gözəllik vermək olar, müəyyən dizayn vermək olar. İndi ona vaxt itirməyək. Keçək əsas məsələyə, action result-lara. Action result deyəndə JavaScript result-lara, action result-ın bir növü olan JavaScript result-lardan bəhs edək. İndi yaxşı, bizə deyək ki, bildirişlər gəldi. Bildirişlər görünür burada. Amma mən həmin bildirişləri oxumalıyam əslində. Oxumalıyam, bu bildirişləri oxumaq üçün də müəyyən funksionallıq vermək lazımdır bu deməli bildirişlərə, bu div taglarına. Bu funksionallığı da necə verərəm? Dinamik olaraq mən burada əslində bu notification-dakı divlərə, yəni bir funksiyonallıq verərəm. Klik deyərəm, on klikdə deyək ki, filan funksiyanı işlətsin. Open notification deyə bir deyək ki, funksiya yazıb belə izlədərəm. Sadəcə mən belə etmək istəmirəm. Alternativ olaraq
necə edə bilərəm onu göstərmək istəyirəm. Bunu da JavaScript izahların köməyi ilə necə edə bilərəm onu göstərək. Deməli, mən bir JavaScript kodu yazmalıyam. Hansı ki, həmin JavaScript kodu hər bir mən hər bir bildirişə vuranda həmin bildirişi ekranda bir pop-up'da açmaq istəyirəm. Bunu etmək üçün JavaScript kodlarımızı yazar, lakin JavaScript result vasitəsilə. JavaScript result deyirəm. Notification script deyirəm. Və burada da geriyə deməli JavaScript result tipindən dəyər qaytarmalıyam. Bunu da JavaScript metodu vasitəsilə qaytara bilirəm. Görürəm ki, JavaScript result qaytarır. String bərabərdir. Həmin bu skripti alıb götürəcəm geri. Return edəcəm. Yaxşı, bu JavaScript necə olacaq? İndi həmin JavaScript'i yazaq. Normal olaraq nə etmək istəyirəm? Onu bayağı uzaq etdim. Deməli, bu bildirişə vuranda belə bir klik edəndə həmin bildiriş haqqında məlumat çıxarsın mənə. Həmin bildirişi göstərsin. Belə bir şey edək. Dollar işarəsini yazıram yenə. JavaScript kodumu yazıram. Nə axtarıram ekranda? Həmin axtardığım obyektə gəlib baxıram. Sağ düymə vururam üzərində. Inscript element edirəm. Burada bu notification. Həmin bu divi axtarıram. Klası kopyaladım. Klasa görə hər hansı bir obyekt axtarıramsa div nöqtə ilə yazıram bunu. Notification klaslı divlərin klik olanda neynəsin? Mənə məlumat versin. Deməli function misal üçün mesaj çıxarsın. Görək normal işləyəcəkmi? Test open notification deyirəm. Nöqtəli vericini qoyuram. İndi mən bu JavaScript'i nə vaxt çağırmalıyam? Bu action'ı nə vaxt çağırmalıyam? Gəlirəm notification JS-imə. Yəni hansı ki bütün bildirişləri oxuyub qutarandan sonra həmin JavaScript'i də burada yazdığım script tagləri arasında qeyd etməliyəm bura. Dynamic script ID-li script tagləri arasında qeyd etməliyəm həmin scriptləri. Onu da necə edərəm? Onsuz mən də Ajax ilə müraciət edirəm. Deməli content result-a. Oradan məlumat gələndən sonra, yəni complete olandan sonra nə etməliyəm? Complete olandan sonra mən yeni bir request göndərməliyəm, hansı ki JavaScript kodlarımı gətirmək üçün. Bunun üçün də deməli complete funksiyasından istifadə edirəm. Yəni hər şey Ajax ilə request normal yerinə yetirilibsə, artıq complete funksiyası çalışacaq və bu complete funksiyası çalışanda mənim üçün reload script deyə bir funksiyanı çağırsın. Reload script funksiyamız da bizim nə olacaq?
buraya yazacağım. Function reload script. Bu bizim üçün script gətirəcək. Hansı ki yenə Ajax ilə müraciət edəcəm. URL mümkün. Kopyalasam daha yaxşı olar, çox vaxtımız getməsin. Parametre göndərməyəcəm. Post notification yox olacaq. Notification script post notification JS success JS error complete olmayacaq. Sonra bu iki funksiyonu kopyalayacağım. JS diye adlandıracağım. Error yazsın. Hətta belə bir şey də olar. Bu JS error yox. Error funksiyamız bir dənə də olsa olar. Yəni hər ikisi konsola yazılır. Okay. Dinləyirəm. Notification deyil. Burada JavaScript, Dynamic Script deyə ID-li bir skriptim var. Həmin ID-yə HTML ötürəcəm datanı. Bu da nə vaxt olacaq? Reload script çağırılanda. İndi yoxlayaq görək həqiqətən işləyirmi, yoxsa işləmirmi? Bildirişləri gətirdi. Status 4 not found. Tapa bilmədim necə. Actionlarına baxaq. Notification script necə? Actionın adı səhvdir orada. Proyekti bir də söndürməyim. Script olmalıdır. Ona görə olduğu adı ilə mütləq kopyalamaq lazımdır. Proyekti söndürəndən sonra dəyişmək olar. Konsol yoxdur. Gəlin görün. Deməli görürük ki, Dynamic Scriptdə yazıb notification, klik olanda alert open notification versin. Görək. Gördüyümüz kimi open notification, yəni JavaScript kodu işləyir. JavaScript kodumuz işləyir. Beləliklə, deməli, nə əldə etdik? Biz dinamik olaraq JavaScript izahlardan istifadə etməklə dinamik olaraq JavaScript kodunu da geri qaytara bilərik. Bunu düzdür biz bildiriş sistemi üçün tətbiq etdik. Bildiriş sistemində məcburi deyil ki, bundan istifadə edək, amma bu ən çox istifadə olunur hesabatların hazırlanmasında, müəyyən statistikaların çıxarılmasında, sonra runtime reportların hazırlanmasında daha səmərəlidir. Yəni, hər hesabata uyğun fərqli bir JavaScript hazırlanması üçün, JavaScript geri qaytarılması üçün bu JavaScript izahlardan istifadə olunur. Bir şey dedim, növbəti dərsimizə həm də köməklik olsun burada bizim üçün. Bizim notification'ımız var, düzdür? Notification'ımız var. Biz burada data ID-ni də geri qaytaraq ki, çünki biz data üzrə işləyəcəyik. Data deməli post olsun. Data post olsun. @model.id @model.id olsun. Və həmin notification divindən bu ID-ni göstərmək istəyirəm. Bu ID-ni göstərmək üçün deməli JavaScript kodunda
nə cür dəyişiklik etməliyəm, ona baxaq. Birini sileyim. Security də sileyim və gəlirəm notification'a bağlayıram. Burada gördüyünüz kimi data post atributu əlavə etdim. Həmin data post atributunu əlavə edəndən sonra istəyirəm ki dinamik olaraq həmin ID-ni görə bilim mən. Format deyirəm. Burada bir ID-ni göstərmək üçün sahə ayırıram. Həmin bunu C# tərəfdə yox, JavaScript tərəfdə etmək lazımdır. Ona görə də string format falan filan bizə lazım deyil. DS deyirəm. Dollar işarəsi this deyəndə bu divi notification, yəni klik olunan divi nəzərdə tuturam. .data funksiyasından istifadə etməklə post atributunun dəyərini oxumaq istəyirəm. Deməli var ID bərabərdir belə. Bu ID-ni də ID deyib burada göstərmək istəyirəm. Görək dediyimiz kimi alınacaq yoxsa yox. Script elementlə baxırıq, əvvəl kodlarımız normal oturubmu? Data post ID-ləri də gətirib, əla. Sonra script olaraq yazdığımız skripti də gətirib. Görək düzgün işləyirmi? Aha. Bəli. Artıq gördüyünüz kimi ID-ləri də bizim üçün gətirir. Və artıq biz növbəti dərsimizdə həmin bildirişi oxumaq üçün müəyyən tədbirlər görərik və empty result'ın istifadəsini də hələ orada çalışarıq göstərək. Bildirişin oxunub oxunmamaq xüsusiyyətini dəyişəcəyik gələn növbəti dərslərimizdə. Hələ ki bu dərsi burada sonlandırırsaq məncə kifayət edər. Yazdığımız kodları siz də təkrar yazıb yoxlayın, çıxan səhvləri araşdırın, olmadı suallarınızı verin və beləliklə biz də dərslərə davam edək. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsimizdə görüşənədək.